Siz qeyd elədiniz ki, qardaşınız Qarabağ müharibəsində dünyasını dəyişib və mən bildiyimə görə qardaşınızın ölüm xəbərini siz hətta ananıza çatdırmamışsınız, yalan danışmışsınız. Elə deyilmi Elariz bəy? Yəqin ki, bu verilişdən də o verilir ki, yəqin ki, bu verilişə baxacaq, onun halı pis ola bilər. Ona görə mən bu barədə heç vaxt danışmıram. Danışanda da pis oluram mən. Amma gizlətmişik ki, yəni onun biz meyidini də tapmadıq. Tapmadıq, 2 gün düşmüşdü. Döyüş zonasında qalmışdı, onu götürə bilmədilər. Biz demişik ki, bəs hələ sağdır, bəlkə də xaricdədir. Anladırıq bugünkü günəcən. Bugünkü günə qədər. Hələ. Amma bizdə belə bir məlum... 93-cü ildən artıq 24 ildir biz bunu allada yaşayırıq. Amma yəni bilirsiniz ki,